Sertifikasiya suallarında birinci bunu izah etmək istəyirəm bu sualı. Burada diqqət edin, meyuz bölünmə zamanı sona qədər davam edən proseslərdə söhbət edir. Yəni meyuz bölünmənin biri də, ikisi də olub. Yəni bütöv meyuz bölünmədən söhbət gedir. Biz burada meyuz bölünməni keçəndə bilirik ki, meyuz 1-də, məsələn, deyək ki, 2 dənə xromosom varsa, meyuz 1-də bu 2 dənə xromosom bir-birinə paralel yerləşirdi və bu 2 dənə xromosoma hər birinə 1 vətər teli gəlib birləşirdi. Bu meyuz 1-in xarakterik xüsusiyyəti idi. Daha sonra meyuz 1-dən olan hüceyrədə diploid saydan düşürdü o meyuz 2-də haploid saya. 2N-dən N-ə düşürdü. Yəni burada ikinci çəkdiyimiz hüceyrələrin daxilindəki xromosomlara bu X-in biri bura düşəcək, biri də bura düşəcək. Və biz meyuz 2-də mitozla oxşarlığında bilirik ki, metafazalarında bunların xromosomları bir cərgə üzrə düzülürdü. Yəni indi burada bir xromosom göstərmişəm. Çox olanda bir cərgə üzrə düzülürdü və hər xromosoma 2 vətər teli gəlib birləşirdi. 2 vətər teli birləşirdi. Bu qədər sadə. Bunu çəkəndən sonra və yaxud da biləndən sonra ki, biz meyuz 1-də 2N-li xromosom diploiddir, daha sonra meyuz 2-də haploidə düşür metafazasında və bir xromosoma 2 vətər teli birləşdiyin meyuz 2-də, meyuz 1-də isə bir xromosoma 1 vətər teli birləşdiyin söhbətini biləndən sonra bunu eləmək rahatdır. İndi gəlin vətər tellərini sayaq. 1, 2 vətər teli, 3-cü vətər teli, 4-cü, 5-ci, 6-cı. Mən tapdım ki, burada 6 dənə vətər teli var. Deməli, 6 N-im bərabərdir 60-a, N də bərabərdir 20-yə. 20 deyirəm, N də bərabərdir 10-a. N 10-dursa, haploid say 10-dursa, deməli bunun diploid sayı nə qədər olacaq? 2N olacaq 20. 2N olacaq 20. Deməli burada diploiddə 20 dənə xromosom var imiş. Buralıqda da 10 xromosom var imiş. Məsələn, 2N 20-dir. Cavablarda da fikir verin, diploid sayı soruşur bizdən həmişə. Yəni bu tip məsələni bu şəkildə eləmək olur. İkinci izah edəcəyim sual budur. 35 timinli nukleotidə malik DNT molekulunun reduplikasiyasında daha sonra replikasiya zamanı neçə adeninli nukleotid iştirak edir. Bunu da tapmanın rahat yolu var. Məsələn, biz bildik ki, bir DNT molekulundan ikiləşdiyi zaman 2 dənə DNT molekulu əmələ gəlir. Məsələn, burada qısa olaraq baxsaq, əgər burada 35 dənə timin var idisə, artıq ikincidə 2 dəfə sayı artmalıdır. Yəni 70 dənə timin olmalıdır. 70 dənə timin olandan sonra nə qədər adenin olacaq? Əlbəttə ki, 70 dənə də deməli adenin olacaq. Bu bir, yəni məsələn ən qısa yolu. İkinci də bunu izah üçün, məsəl üçün bir DNT molekulunda 35 dənə timin varsa, avtomatik qarşısında 35 dənə adenin olacaq. Bu DNT molekulu 2 yerə bölünəndə, yəni ikiləşəndə 2 dənə də molekul əmələ gətirəcəkdir. Amma diqqətli olun, molekul. 35 dənə timin var isə, yenə də bura 35 dənə timin düşəcək. Yenə də qarşısına 35 dənə adenin düşəcək. Digər tərəfdə də həmçinin 35 dənə adenin var isə, burada 35 dənə adenin düşür. 35 dənə də timin düşəcək. İndi bizdən adeninin sayını və yaxud da timinin sayını soruşsa da, burada nəyi soruşur? Məsələn, adeninin sayını soruşur. 35 dənə adenin buradadır, 35 dənə də burada. Yenə də 70-i almaq olur. Amma bu yolla da eləmək məncə daha rahatdır. Yəni bizə 4 dənə də desə, məsələn, ikiləşməsi nəticəsində deyir, yəni birindən ikisinin əmələ gəlməsini deyir və bir dəfə. Məsələn, orada əgər çox desə, 3 dəfə DNT-nin ikiləşməsi zamanı desə, artıq birindən ikisi, ikisindən 4-ü, 4-ündən də 8-ə əmələ gələcək. Məsələn, 3 dənə bölünmə baş verdi burada. Eyni şəkildə tapmaq olur. Yəni, izah üsulda bunu da nəzərdə saxlayın. Bir sualda, sonuncu sual çəylək bitkisinə bağlı bu sual idi. Cavabları əsasən tapılır bu sualda. Amma izah eləmək istəyirəm geniş olaraq, çox yaxşı sual idi. Deyirdi ki, çəylək bitkisinin toxumunun endospermi hüceyrəsində X, Y ola bilərmi? Biz də ola bilərlə davam edirdik. Nəyə görə? Gəlin baxaq, biz bildik ki, ümumiyyətlə rüşeym hissəsində çəyləkdə X, Y-dir. Diploidində 2 dənə cinsi xromosom var, X, Y, yəni dişi heterogamet canlıdır çəylək. Ona görə biz onun rüşeym hissəsində makrosporun bölünməsindən başlamalıyıq. Makrosporda biz bildik 2N xromosom dəstinə malikdir, yəni X, Y yazaq, otursun orada. Daha sonra makrospor nə edirdi? Meyoz bölünmə keçirdirdi və 4 dənə mikrospor əmələ gətirirdi. Və əmələ gətirdiyi mikrosporun cinsiyyət tərkibi 1-in 1-i olmalıdır. Yəni 2 dənə X, 2 dənə Y olmalıdır. Bu mikrosporlardan biz deyirdik ki, 3-ü məhv olurdu, 1-i sağ qalırdı. O da əlbəttə ki, təsadüfi bir halda seçilirdi. Biz də indi məsələnin şərtinə görə bizə deyir, ola bilərmi? Biz də onu təsdiqləmək üçün burada izah edirəm ki, bu necə ola bilər? 3 dənə
Enerji cisimcik deyək ki, mikrospor məhv oldusa, 2x 1y məhv oldusa, 1y qalırdı. Bu qalan y-də nə edirdi? Mitoz bölünmə keçirdirdi və 3 mitoz, sonda da 7 dənə bölünmə keçirdərək sonda 7 hüceyrə əmələ gətirdi. Bu şəkildə davam eləyirdi. 7 hüceyrə əmələ gəlirdi rüşeym hissəsində və bu 7 hüceyrənin xromosom dəsti ümumi 8n olurdu rüşeym hissəsinin içərisində. Gəlin baxaq. Rüşeym hissəsində 7 dənə hüceyrə çəkirəm. Y-ləri yazıram. 3 dənə yuxarı, 3 dənə aşağı, 2 dənə də y-i yanbayan yazıram mərkəzi hüceyrə kimi. Fikir verin, mərkəzi hüceyrə 2 dənə y ola bildi. Mərkəzi hüceyrə x də ola bilərdi. Əgər buradakı x-lərdən biri mikrospor sağ qalsaydı və öz mitoz bölünməsini keçirsəydi. Bizdə genetikada belə bir sual olurdu ki, mərkəzi hüceyrə heterozigot ola bilər. Biz bilirik ki, mərkəzi hüceyrədə baxın makrosporların bölünməsi zamanı heterozigotluq ortadan qalxır. Çünki meyoz bölünmə keçirilir. Cinsiyyət tərkibi 1-in 1-ə nisbətində bölünür və mütləq şəkildə onlardan biri həyatda qalır. Məsələn, bunları böyük ya kiçik A ilə də göstərsək, 2 dənə böyük ya 2 dənə kiçik A yazsaq da o 3-ü yoxa çıxacağı üçün deyək ki, kiçik A-lar sağ qalacaq. Deməli, yenə də mərkəzi hüceyrə homozigot vəziyyətdə qalacaq. Burada da həmçinin 2 dənə Y düşdüyü üçün, məsələn, deyək ki, homozigot vəziyyətdə qaldı. Yəni, heterozigot vəziyyətdə qalmadı. Çünki başlanğıc götürdüyü bir hüceyrədən, bir dənə alleldən, deyək ki, yaxud da bir dənə cinsi xromosomdan başlanğıc götürdü. Ona görə. Fikir verin, 2 dənə Y çıxdı ortaya endospermdə. Sonra nə baş verirdi? Burada 7 hüceyrə 8n olurdu. 7 hüceyrə 8n olurdu. Və spermlər daxil olarkən, spermlər də kimdir? Erkək fərddir. Erkək fərdlər homogametdir, yəni XX-dir. Bir dənə X bura daxil olacaq, bir spermi, bir X də digər tərəfə daxil olacaqdır. Bu X spermi ilə mərkəzi hüceyrənin 2 dənə Y birləşəndə, yəni 2n birləşəndə olurdu X, Y endosperm. Yəni 3n endosperm ortaya çıxırdı. Bu X də gəlirdi Y-lərin biri ilə, yəni yumurta hüceyrənin biri ilə çarpazlaşırdı. Yenə də XY dişi bitki olan və yaxud da zigot və yaxud da zigotu əmələ gətirirdi. Ona görə məsələnin şərtində bizə nə deyir? X, Y ola bilərmi? Ola bilər. Ola bilməzləri birbaşa çıxsaq. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən tozluq dənəsində Y ola bilməz, X olmalıdır. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən rüşeym hissəsi X xromosomlu makrospordan əmələ gələrsə. Biz dedik ki, əgər X-dən yox, Y-dən əmələ gələrsə, bu proses baş verə bilər. X-i də çıxdıq. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən rüşeym hissəsi Y xromosomlu makrospordan əmələ gələrsə. Bəli, bu proses baş verə bilər. Yaxud da proses burada davam eləsə X, Y olar. Ona görə burada Y bəndin düzgün variantdır.